Cinsi həyatı aktivdirsə, qadın yüngül hesab olunur, amma kişi daha cazibədar hesab olunur. Ən təhlükəli qadın cinsi ac olan qadındır. Bir çox televiziyada da hər hansısa bir işə düzəlmək istədikdə belə, mənə deyiblər ki, nə üçün? Əvvəllər belə şeylər danışılmırdı. Danışılmırdı, ona görə biz geri qalmışıq da. Nə qədər ki, siz qadınları mətbəxdə, tavadakı, qazandakı yeməklərə bənzədəcəksiniz, ona görə soğan, sarımsaq iyi gələcək nigahınızdan da, ailənizdən də. Hamı anadırmı? Hamı atadırmı? Mən ana tanıyıram ki, çox üzr istəyirəm, yeznəsinə gözü düşür. Bəs sizin yanınıza niyə gəlir? Bir şeylər hiss eləyir, nəsə. Demək olar ki, nə qədər qadın varsa nəslində, qadın tərəfdən, hamısı ilə münasibəti olur. Xala, nəvəsi, bibi qız nəsildə adam qalmayıb da, belə deyim, münasibəti olmasın. İnsanlar əgər doğru sual verib, doğru cavabları alsalar, bugünkü gündə də peyğəmbər ola bilərlər. Mənə görə müasir dünyanın peyğəmbəri Elon Musk və Stephen Hawking. Hamımız eşitmişik, ailədə kişi baş olar, qadın boyun. Bəs həqiqətən də bu belə işləyirmi? Yoxsa bu sadəcə təqdim etdiyimiz roldur və içimizdə fərqli hisslər yaşayırıq. Bugünkü verilişimizdə münasibətlərdəki susqunluqlar, gizli razılaşmalar və hər kəsin bildiyi, lakin dilləndirmədiyi həqiqətlərdən danışacağıq. Qonağım psixoloq yazar Samirə Bağırova ilə kişi və qadın rollarına və onların arxasındakı ikinci üzə baxacağıq. Hər vaxtınız xeyir olsun. Sizinlə Ulduz Bayramdır, bura isə ikiyüzlüdür, burada heç nəyi örtmürük. Xoş gəlmisiniz Samirə xanım. Xoş gününüzə gəlir. Təqdim edərkən həmçinin qeyd etmək istəyirəm ki, psixoloq yazar və filoloq, düzdür? Bəli. Bu mövzuda danışmaq üçün mən düşündüm ki, ən uyğun namizəd məhz sizsiniz. Çünki siz cəsarətli qadınsınız və hər zaman da sizin fikirləriniz, əsərləriniz belə cəmiyyətimizdə geniş müzakirəyə səbəb olur. Nədənsə. Ona görə də mən sizi düşündüm və dəvətimi qəbul etdiyinizə görə sizə təşəkkürümü bildirirəm. Qeyd elədim ki, münasibətlərdə hər zaman, çoxu zaman belə deyərdim, görünənlə həqiqət arasında ciddi fərqlər olur. Və ümumi bir sualla başlamaq istəyirəm, elə birbaşa mövzuya keçəcəm. Cəmiyyətimizdə, bir psixoloq olaraq sizin düşüncənizi bilmək istəyirəm, cəmiyyətimizdə kişi-qadın münasibətlərində ən çox rast gəlinən ikiyüzlü davranışlar hansılardır? Saymaqla bitməz. İkiyüzlü davranış deyəndə ki, gəlin belə baxaq da, ümumiyyətlə biz hamımız hamı ilə eyni rəftar etmirik. Hamı ilə eyni münasibətdə olmuruq. Bu asılıdır vəziyyətə görə, qarşımızdakı insana görə, iş yerində tam başqayıq kolleqalarımızdan, ailə içində başqayıq. Təbii ki, ikiyüzlü artıq biraz mənfi tərəfdən baxsaq ki, hansı ki elə mənfi söz kimi səslənir. Əslində, mən həmişə deyirəm, bizim hamımızın bir neçə üzümüz var. Biz məcburən həyat içərisində bunu istifadə etməyə məcbur oluruq. Amma bir də var konkret ikiyüzlülər. Yəni, ikiyüzlü insanlar üzünə gülür, arxanca başqa bir şey və yaxud da münasibətlərdən vurğulayırsınız, ciddi kimi göstərir, amma yalanlar ortaya çıxır, xəyanətlər və yaxud da digər bir məsələlər. Sırf kişi-qadın məsələsinə gəldikdə isə, zaman içərisində yaşayaraq bilinir hər şey. Yəni, bunu öncədən demək olmaz ki, qadınlar ikiyüzlüdür və yaxud da bəylər ikiyüzlüdür deyə bir şey yoxdur. Bəs cəmiyyətdəki yanaşma, misal üçün, mən məsələn araşdıranda özüm üçün qeydlər aparmışam da, indi deyəcəm, biləcəksiniz. Cəmiyyətimizdə belə bir yanaşma var, kişiyə və qadına. Kişi sərbəstdir, qadın deyil. Misal üçün, kişinin əvvəlki münasibətləri normal qarşılanır, lakin qadının əvvəlki münasibətləri onu hətta əxlaqsız damğası yeməyinə belə səbəb ola bilir. Ya da kişi xəyanət eləyər, qadın bağışlamalıdır deyə ikiyüzlü bir yanaşma var cəmiyyətdə. Sonra nəyi misal çəkə bilərəm? Cinsi həyatı aktivdirsə, qadın yüngül hesab olunur, amma kişi daha cazibədar hesab olunur. Bu da məncə ikiyüzlü bir yanaşmadır. Daha sonra kişi gec gələ bilər, qadın yox. Misal üçün kişi evlilik həyatında kişi işdən çıxır, gedir dostları ilə yer içir, gec gələ bilir. Amma qadın bunu eləsə, ən yumşaq halda qadına deyəcəklər ki, ailəyə bağlı deyil, ailə
qadın ailəni ikinci plana salır. Bu pis qadın olaraq artıq danışılmağa başlayacaq. Amma kişinin belə bir təzyiqi yoxdur. Yəni biz burada nəzər salsaq əsasən mentaliteti görəcəyik və mentalitetdə də necə olub əvvəldən baxanda oğlan uşağı o dünyaya gələndə daha sevinclə qarşılanıb, qız uşağı həmişə ikinci planda qalıb da və sizin sadaladıqlarınız hər bir şey ta o vaxtdan gəlir. Və bu düşüncəni dəyişmək üçün mən həmişə deyirəm ki, bizim DNT-mizdə genetik bir tərbiyə sistemi dayanır. O tərbiyə sistemi tamamilə dəyişməlidir. Və tərbiyə sistemi dəyişməli üçün ümumiyyətlə dünyaya yeni bir baxış bucağı olmalıdır. Və bugünkü gün müasir bir dünyamızda yeni addımlar atılanda da baxırsınız ki, bir çox insanlar qəbullana bilmirlər. Fərqi yoxdur. Bu sırf cəmiyyətin içində istəyir professor olsun, həkim olsun, alim olsun, kim olur olsun, filosof olsun, başlayırlar keçmişi misal gətirməyə. Mən də qarşıma çıxır sosial şəbəkədə. Bu çox yanlış bir məsələdir. Hə, söz gəlişi biz deyə bilərik, bizim vaxtımızda belə deyildi və yaxud da insanlar ümumiyyətlə müqayisə etməyi sevirlər. Amma ki, durub demək ki, indi belə olmalıdır, keçmiş nəsildən qalan adətlər var, onları gətirmək, bu özü də ikiyüzlülük deməkdir, belə götürəndə. Tamamilə razıyam. Və yanlışdır. Hər şey doğrudur, nə baş verirsə. Hər şey nə baş verirsə inkişafa doğru gedir. Çöküş olsa belə, insanın böyüməyi çöküş üzərindən, istirablar üzərindən olur da, acılar üzərindən olur əslində. Və bunların hamısı yaşanmalı da olmalıdır. Hə, kimlərsə həddi aşırsa, aşırı dərəcədə, məsələn, çılpaqlığı gətirirlərsə, ədəbsizliyi gətirirlərsə ortalığa və bunu təbliğ edirlərsə, bu başqa bir məsələdir. Biz bunu danışa bilərik. Amma digər məsələlərdə, bu yaxınlarda yadımdan çıxdı ki, məsələn, söhbət edirdik sizin dediyiniz məsələni ki, kişilər xəyanət edir, amma qadın edəndə hər hansısa artıq bir addım atanda o dəqiqə daşlanır. Bəli. Bu ən primitivdir. Hər zaman bu xəyanət mövzusu dəbdədir, bilirsiniz ki, yaralı yerdir və mən həmişə deyirəm ki, ümumiyyətlə xəyanətin konkret cavabı yoxdur. İnsan niyə xəyanət edir də? Yoxdur beləcə. Deyirlər ki, kişinin instinktindən gəlir. Mən deyirəm, əzizim, belə bir şey yoxdur. Bu duyğudursa, qadında da var, kişidə də var. Duyğular eynidir, cinsə bölünmür duyğular. Nəzər eləsək yaxşı, misal çəksək tarixə, cəngavərlər, kimlər ki, belə cəsarətli olanlar, igidlik göstərənlər, onların həmişə bir xanıma aid olublar da, gördüyünüz kimi, çox sadiq, vəfalı olublar. Narsistlər, kimlər ki, şahlar, xanlar, onların hərəmxanaları olubdur, belə deyək. Və bir növ xəyanət sanki xəyanət də deməkdir, belə deyək, bir növ normal qarşılanıb. Hə, onlar üçün bu normal qarşılanıb və o liderlərin, idarəçilərin bir növ narsistlik tərəfi olub da. Və mən bunu sonradan analiz edəndə gördüm ki, yəni xəyanət ən çox narsizmə aid olan bir məsələdir. Yəni insanın egosu ilə bağlıdır, özünü kral kimi hiss eləmək istəyir. Bəli, yəni siz elə bugünkü günümüzdə də məsələn kim daha bir yüksək imkana sahibdirsə, özünü daha çox belə lider hiss edir, daha bir də görürsüz bir əlində olanla necə deyək, ofsunlana bilmir, sakitləşə bilmir də, davam edir, axtarışa davam edir. Bu hər şey aiddir. İstər qadın olsun, istər. Amma bir orta təbəqə və yaxud biraz aşağı təbəqənin insanı sırf bir yəni imkanı yoxdur deyə. İmkanı yoxdur. Bugünkü müasir zamanədə bu imkanla bağlıdır. Amma qədimlərə getsək biz biraz, orada ümumiyyətlə başqa dəyərlər var idi da, sadiqlik dəyərləri var idi, vəfalılıq dəyərləri var idi və digər tərəf ki, şahlara, xanlara ora toxunulmaz bir mövqedir. Heç kim onu deyə də bilməz. Belə olmalıdır qaydası. Və bu qayda da adətən yuxarılardan aşağılara gəlir axı. Və ümumiyyətlə bu qadın məsələsinə gəldikdə ki, aşağılanır, kişilərə olar, qadınlara olmaz. Məsələn, burada belə bir ikiyüzlü yanaşma yenə var. Kişi xəyanət eləməlidir, qadın bağışlamalıdır. Buna kim deyib? Və yaxud da hansı şərtdə qadın bağışlaya bilər? Belə bir sual da qoyulur. Demək ki, siz bunu dəstəkləyirsiniz bir yerdə. Yox, dəstəkləyirəm deyə bir şey yoxdur. Mən həmişə dediyim bir məsələ var ki, bu sualın cavabı yoxdur. İnsanlar müxtəlif psixologiyada, müxtəlif ailələrdə, müxtəlif bölgələrdə, müxtəlif cəmiyyətlərdə göz açıb böyüyürlər.
Mənim qəbul etmədiyimi sizin üçün normal gələ bilər. Qəbul edə bilərsiniz və yaxud da ərəblərdə 4 qadınla evlənirlər, tutalım. Onun o uşaqlıqdan psixologiyası qadının belə formalaşıb ki, bu normaldır. Məsələn, elə bizim öz ölkəmizə də daxil olmaqla bəzi qadınlar var ki, kişi gəzər deyirlər də, tutalım ki, əşi. Sizcə bu daha çox bir təzyiqin nəticəsində ortaya çıxmır? Misal üçün qadından bu bağışlamağı onun böyüklüyü kimi göstərirlər. Bilirsiniz, amma əslində qadının duyğusu burada yox sayılır. Bir məsələyə müxtəlif prizmadan, aspektdən yanaşmaq mümkündür. Hər bir halda qadının duyğusu yox sayılır. Biz yanaşma edə bilərik müdrikcəsinə. İstəsək biz bu məsələni çox pis vəziyyətə gətirə çıxarda bilərik. Məsələn, müdrik belə yanaşa bilərik. Məsələn, kişi xəyanət edir. Biz ortaya gətirə bilərik səbəblər. Ailə canlıdırsa, uşaqlara baxırsa, məsəl üçün həmişə belə bir söz də deyirəm, qadın çox istirab çəkirsə ki, yoldaşım xəyanət edib, deyirəm demək ki, yoldaşınız çox yaxşı bir kişidir ailədə. Çünki siz düşünürsünüz ki, o sizə necə rəftar edirsə, həmən qadına da o şəkildə rəftar edir və bu sizi incidir bir qadın olaraq da. Məsələn, buna bir müdrik qadın tərəfdən yanaşsaq, uşaqlarımın gözəl atasıdır, çox gözəl ailə başçısıdır, mənim üçün çox gözəl həyat yoldaşıdır. Müsbətlərini tərəziyə qoyanda müsbətləri daha çoxdur və bağışlamağa dəyər. Tutalım ki, müdrikcəsinə desək. Pis bir tərəfdən, yəni mən qadınam, sən mənim güvəndiyim insan idin, mən sənə bütün ailəmi, uşaqlarımı güvənmişəm, sən necə mənə xəyanət, mənim saf hisslərimə necə xəyanət edə bilərsən? Bu başqa bir aspektdən yanaşmadır, məsəl üçün. Vecsiz bir aspektdən yanaşırıq. Əşi, kişi gəzər də, kişidir də. Heç bunu dilə almaq ayıbdır, belə olmaz. Yəni, qadağaya da çevirə bilərik, ayıplaya da bilərik, vecsize də. Ona görə bu baxır ki, bir insan, fərqi yoxdur qadın və yaxud kişi, harda, necə bir psixologiya ilə, necə bir təfəkkürlə böyüyüb və məsələyə necə baxar. Siz bir qadın olaraq, psixoloq olaraq soruşmuram. Bir qadın olaraq necə yanaşırsınız? Mən şəxsi subyektiv fikrimi desəm belə, insanlar onu psixoloq fikri kimi onsuz da beyinlərində analiz edirlər. Yəni sizin başınıza belə bir iş gəlsəydi, sizin sevdiyiniz insan sizə xəyanət etsəydi, mənə görə satqınlıqdır. Bir mənalı şey. Bu seçimdir. Ümumiyyətlə həyat seçimlərdən ibarətdir. Yalnız və yalnız seçimlərdir. Mən başa düşürəm ki, həmən vaxtı bu insan seçim edib. Amma burada bir məsələ də var. Baxın, danışa-danışa yenə də o insan necə bir insandır? Amma xəyanət edib artıq onun necə insan olduğunu görürük. Yaş fərqi də rol oynayır. Daha gənc vaxtlarda, daha çılğın vaxtlarda sən heç bir şeyi bağışlaya bilmədiyin təqdirdə sən elə bir yaş mərhələsinə gəlirsən ki, məsələn, gənc yaşında insanın başqa tərəflərini görə bilmədiyi və bu səfər başqa tərəfdən baxıb artıq analiz edirsən, nə isə bağışlaya bilərsən. Bu da var. Çünki həyata baxış dəyişmirsə insanda, demək ki, o insan inkişaf etmir. Onda burada qadın da biraz ikiyüzlüdür. Nəyəsə görə siz ikiyüzlü məsələsinə baxır öz beyninizdə hansı məqsədlə yanaşırsınız. İkiyüzlüyə biz pozitiv də yanaşa bilərik, negativ də yanaşa bilərik. Şüur altınızda baxın, istənilən mövzu. Şüur altında, məsələn, dini inanclara gəlsək, bir ateist. Nəyə görə bir ateist ateistdir? Onu ateist deyib, ümumiyyətlə ateist deyib bir şey varmı? Biz ona əgər baxsaq ki, onun şüur altında travmaları varsa, qəzəbi varsa, kini varsa, hər hansı bir hadisə baş veribsə, üst-üstə və onda sual yaranıb ki, necə olur bu boyda, məsələn, çoxunun verdiyi, bu qədər müharibələr olur, uşaqlar həlak olur, filan, bəs niyə Allah... Yəni, bu qalıbsa, baxır hansı yanaşma ilə gəlir? O, mənfi tərəfdən bir ateistdir. Sizin bu yanaşmanızdan heç nəyin cavabını tapa bilmirsiniz. Mənfi ateistdir. Yox, əgər o artıq formalaşıb, müxtəlif yetişmiş bir yaşa gəlib çatıb, müxtəlif bir suallarına hər hansısa bir inkişaf etmiş bir təfəkkürlə yanaşıb və o belə bir cavaba gəlib, qənaətə gəlibsə, demək ki, bu onun belə bir yanaşması seçimidir. Belə deyək, analiz edib həyatını, travmalarını keçir, heç bir şeylə əlaqəsi yoxdur. Sadəcə insan özlüyündə belə bir qərar verib. Yəni, yenə deyirəm, biz hamımız fərdiyik. Kəşke hər kəs sizin kimi yanaşsa. İndividualıq. Eyniləşdirmək yanlışdır. Cəmiyyətimizdə fərdi yanaşılmır. İnsan, cəmiyyət yəni bunu nəzərə almır ki, bu insan hansı şəraitdə böyüyüb. Eləcə
sadəcə mühakimə yanlışdır. edirik. Çıxıb demək ki, bir insanı xəyanətə görə bağışlamaq olar və yaxud da olmaz konkret bir cavab vermək çox yanlış bir məsələdir. İndi verəcəyim suala məncə düşünürəm sizin cavabınız da bir mənalı qarşılanmır. Keçən gün bir verilişi izləyirdim sizin qonaq olduğunuz. Orada evlənmə yaşı ilə bağlı fikir bildirirsiniz, ərə getmə yaşı ilə bağlı. Aşağıda biri şərh yazıb ki, özü ərə getməyib deyə tövsiyə edir ki, hər kəs gec ərə getsin. Belə bir şey, belə şərhlər mən görürəm sizə qarşı belə təzyiqlər çox olur. Normaldır. Bax, qadın evlənmək istəməyəndə onu belə ümidsiz, belə biraz daha çarəsiz ona yanaşırlar. Lakin kişi evlənmək istəməyəndə o yenə müsbət qarşılanır, yenə ona daha çox karyerist kimi baxırlar. Və yaxud da qadın sonsuz olanda və yaxud da gecərə evdə qalmış kimi baxırlar və pis ərə getməyən, ailə qurmayan. Yenə ikiyüzlük var da, kişiyə və qadına qarşı gəlin fərqli belə yanaşma. danışaq da. Baxın, ümumiyyətlə aparıcı kimdir? Aparıcı biz vasitəçiyik. Qonaqlar, biz vasitəçiyik. Aparıcının qoyduğu suallar insanlara, cəmiyyətə nəyi çatdırmaq istəyir? Onun təfəkkürünə bağlıdır. Kimsə, açıq danışaq da, sponsor tapır, məişət qayğılarını bağlamaqdan ötürü nə gəldi danışır, yola verir. Kimsə konkret olaraq hansısa bir prinsipə çevrilir artıq və insanlara, cəmiyyətə bir şey, missiyaya çevrilir. Bu çatdırmaq istəyir, mesaj vermək istəyir və buna görə qonaq seçir. Və öz beyninin məhsulunu suala çevrilir, verir. Təbii ki, bizim verdiyimiz cavab, bəli, bu bilirsiniz nəyə bənzəyir? Pas ötürən deyil, futbolda qol vuran. Tanıyır hamısı da. O bayaq deyirsinizsə şərhlər yazılır. Məsələn, narkotiki satan deyil çox zaman, narkotik istifadəçisi həbs olunur. Qadın alveri deyil. Arxada dayanan kölgələr heç vaxt rüşvət verən deyil, rüşvəti alan həbs olunur, açılır, ifşa olunur. Əslində ikisi də yəni sualı siz verirsiniz, çox olur da. Mən verilişlərdə məsələn mən bilirəm, cinsi məsələlərlə bağlı mənə sual verilir, mən vasitəçiyəm, amma əsas rolda məni tanıyırlar. Başa düşürsünüz və cəmiyyətə nəyi çatdırmaq? Bəli, mənim üzərimdən və yaxud digər bir insanın üzərindən. Burada və bu qadın kişi məsələsinə gəldikdə, evlilik məsələsinə ideal yaş deyə bir şey bugünkü gün yoxdur. Mütəxəssislər qeyd edirlər ki, qadın və kişi eyni yaşda olsalar, yəni bütün o zəmanə içərisində baş verən illər ərzində eyni yaşda baxırlar, inkişafı eyni gedir. Amma bu nə dərəcədə həmişə uyğun deyil də. Və ümumiyyətlə bu gəlir tarixdən, qadının ərə getməməyi, statussuz kimi sayılması. Əsasən qədim yəhudilərdə, mən Hur romanımda bu barədə qeydlər eləmişəm və qədim hinduizmdə də bu qeyd olunub. Ümumiyyətlə əvvəldən qız uşaqlarını, nə bilim, şeytan kimi, cadugər kimi, yəni öldürürdülər, doğulan kimi filan. Oralara gedib çıxmayaq, getsəm dayanmayacağam. Və araşdırma edəndə mənbələrdən gördüm ki, əsasən yəhudilərdə ailə qurmayan qadın cəmiyyət içində statusa sahib olmayan, aşağı sayılan bir qadın kimi hesab olunurdu. Və sonra mən xatırlamağa başladım ki, hətta qədim tarixi filmləri mən izləyəndə, xarici filmlərdə orada da sırf hansısa bir krala ərə getmək, şahzadəyə ərə getmək və bir özünü sübut etmək, statusa sahib olmaq, hörmət qazanmaq və bugünkü seriallara da biz nəzər salanda görürük ki, kasıb yerdən gəlib məhz ərə getməlidir ki, özünü, sözünü ifadə edə bilsin və onu kimsə saysınlar. Özünü göstərsin də, varlığını. Yəni mən də varam, kiməsə görə. Sanki əslində bu heç normal deyil. Mən kobud bir ifadə işlədəcəm, çox kobud olacaq, deyir, iti sahibinə görə tanıyırlar məsələsi. Və belə bir söz də, yaxşı at özünə qamçı vurdurmaz kimi bizdə, nə bilim, gəlin mənim süpürgəmdir. Qadına qarşı çox aşağı, alçaldıcı sözlər olur. Bu çox qədimdən gəlir, çox qədimdən gəlir və mən düşünürəm bu məhz onun qalıqlarıdır ki, davam edir. Çünki dəfələrlə olub mənim özümdə, bir çox televiziyada da hər hansısa bir işə düzəlmək istədikdə belə, mənə deyiblər ki, nə əcəb,
Ay Sən, sağ ol. hə. Məni də bezdirən sual. Olsaydı tamam başqa cür yanaşma olardı. Daha səni ciddiyə almış olardılar. Eynən, bu çox Və təəssüf bu ki, gün bu ikiyüzlü ölkəmizdə davranış. də dövlət məmurları subay şəkildə vəzifəyə gələ bilməzlər. Kişilərə də bu Özü bu aiddir. təkcə bizdə də deyil ha. Yəni bizim cəmiyyətimizdə bəlkə biraz daha çox baskındır, amma bütün dünyada olan bir Qərb ölkələrində yanaşma. biraz bir o qədər də deyil, amma deyərdim ki, hə, şərq ölkələrində nəyə görə? Çünki bir ailə modeli olmalıdır. Hərçənd ki, bu gün baxanda rəsmiyyət üzərində, kağız üzərində bir sübut etmək üçün ki, evliyəm, amma baxırsan insanlar heç bir yerdə yaşamırlar illərlə, dövlət məmurudur deyə. Ona görə bir modeldə ailə modeli kimi hə vəzifəsi, işi, uşağı. Yəni bunu belə göstərir. Dövlət məmurudur, sadəcə ailəsi olduğunu təbii ki, göstərmək cəmiyyətə üçün. göstərmək Əslində üçün amma ki, deyil bir nümunəvi yerdə. ailə modeli olar. Var bizdə belə məmurlar. Çox bugün ümumiyyətlə demək olar ki, çoxu belə yaşayır da. Çox maraqlıdır, təəccübləndim çünki mən bunu bilmirdim. Bəli, və indi yeni nəsil, bəli, artıq İnsanlar tez ailə qurmaq istəmirlər. Ümumiyyətlə italyanların mən həmişə dediyim söz var. İnsan 40 yaşından sonra böyüyür. Onlar düşünürlər ki, insan 40 yaşına qədər görüb götürməlidir və ondan sonra evlənməlidir ki, ortaya bir cəmiyyətə bir şəxsiyyət yetişdirə bilsin. Və bizdə amma hər şey gecdir. Gecikirsən, ərə getməyə heç kim səni almayacaq. Və bu sanki bütün qızların şüur altında belə bir şeyə çevrilib məsələyə ki, mən evdə özünə özgüvənsiz, özünü qapa, artıq yaşım getdi. Kim gəlsə ona kim ərə gəlsə, əri dul qalmış, həyat yoldaşı rəhmətə getmiş, boşanmış. Necə olur boşanmış qadına? Gəlin bunu da deyək. Evlənmək pis baxılır. 2 uşaq, amma boşanmış kişi evliliyi çox normal baxılır. Bu da ikiyüzlü yanaşmadır. Mənim subyektiv fikrimə görə mən boşanmış kişi qəbul etmirəm. Etmirəm. Bu da sizin şəxsi Bəli, seçiminizdir. mən nəyə görə kiminsə boşanmışını qəbul etməliyəm? Yəni, bəli, bu mənim şəxsi prizmadan fikrimdir. baxsa, qadın Bəli, necə amma yanaşırlarsa. bizim cəmiyyətdə qadınlar boşanmış kişiyə, hətta olub mənim seansımda 3 dəfə, 4 dəfə boşanmış insana ərə gedir. Sizcə bu doğrudur? Burada Yəni- qadın niyə analiz eləmir? Niyə təhlil eləmir? Bizdə belə deyək də biz biraz şana, şöhrətə, pula, var dövlətə bağlı, Yəni imkanı varsa adamın. önəmsəyən insanlarıq. Hə. Biz xalq olaraq beləyik. Göstərişi sevirik, şan, şöhrət, fərqi yoxdur orada. Pulları qucaqlayım, yatım, qızılları qucaqlayım, yatım. Bu hələ bizdə işləyir bu sistem. Bəli. Və mən o fikirlə də razıyam ki, qadına bir yüklənib də bir şey. Bu yəni uşaqlıqdan qız uşaqları böyüyərkən artıq bu nağıllarda, cizgi filmlərində sanki qadının həyat məqsədi ailə qurmaqdır. Şəxsi Qurmayanda anomaliya kimi bir yanaşılır. məsələ də deyim. Mən deyirəm, qadın ailə qurmalıdır. Doğrusu budur. Yaradan kişini kişi yaradıb, qadını qadın yaradıbdı. Qadın özü də bir yaradıcıdır axı. Yəni dünyaya uşaq gətirəndə və bunu qadın yaradıbsa, bu cinsiyyəti yaradıbsa, qadın ailə qurmalıdır. İndi rəsmi qurur, qeyri-rəsmi qurur. Biz orasına qarışmırıq. İnsan var gəlib 40 yaşına çatıb evliliyi yoxdur. Nikahlanma ikinci indi arzusudur da, istəyir ana olsun. O duyğunu yaşamaq istəyir. Biz ora qarışa bilmərik. Amma hansı məhz yaşda, yox, məhz bu yaşda olmalıdır deyə bir şey yoxdur. Qadın savadlı olmalıdır, mütləq şəkildə. Bizim ən böyük problemimiz cəmiyyətdə bəylər təhsilsiz, gözü açılmayan, zəif xarakterə sahib olan, ona tabe olan qadına qaçırlar evlənməyə və sanki düşünürlər ki, səsini qaldırmaqla, yumruq vurmaqla güya bu kişilik göstəricisidir, bu boş. Və ona görə cəmiyyətimiz bu gündədir. Və qadının da itaətli olmağı onun sevgi göstəricisi. Ona görə yox, sayılır. cəmiyyət bu gündədir. Niyə bu gündə dediyim nədir? Tərbiyələndirən qadındır. Tərbiyə verən ağıl anadan gəlir. Amma əgər o qadında o qədər necə deyim, türklər demiş, kapasitə yoxdursa, o ərə gedir, uşaq dünyaya gətirir. Və böyüdə kişilər bilməz qaçır zəifə, ona tabe olmalıdır, qürurunu sındırır, nə bilim. Bu yaxınlarda bir şərh oxudum bir xanımdan, o qədər bəyəndim ki, o dilləri qadın mətbəxdə yeməyini bişirməlidir, çömçəsi deyir, nə qədər
hə və yaxud da kişi eyni yeməyi yeyə bilməz, arada xəyanət edə bilər. Hətta bunu dəstəkləyən bəzi qadınlar da var. Nə qədər ki siz qadınları mətbəxdə, tavadakı, qazandakı yeməklərə bənzədəcəksiniz, ona görə soğan, sarımsaq iyi gələcək nikahınızdan da, ailənizdən də, düşüncənizdən də. Çox qəşəng söz idi. Və qüruru sındırmaq, indi ümumiyyətlə baxırsınız ki, kişilər çox tez-tez inciyən olublar hər kəlməyə, sanki qadın onun könlünü almalıdır. Hə, qadın hərəkətləri də başlayıb, sanki yerlər dəyişilibdir. Yəni sınmış, sənə tez-tez dalınca düşən, sənə yazan, barışığa addım atan, savadı olmayan, təhsili olmayan bir qadın necə bir uşaq yetişdirə bilər, necə bir ana, necə bir xanım ola bilər. Heç bir zaman və müəyyən bir zamandan sonra sən özün ondan bezəcəksən bir kişi olaraq təbii ki. Amma bunu da yenə istəyən kişidir deyə. Bilirsiniz, özünü güclü hiss etməlidir və bizim bir çox faiz kişilər güclü qadın sevmirlər. Çox dildə deyə bilirlər ki, ay ağıllı qadın. Mən deyirəm, ailəsinin içində yanında heç kim ağıllı qadın sevmir. Qıraqdan ancaq sevirlər. Güclü qadın yanında mən çox müşahidəçiyəm. Kişilərin kompleksidir bu, əksik hissi. Mən çox müşahidə edirəm. Görəsiniz, məsələn, bəzi restoranlarda falan olur. Qadın çox belə göstərişlidir, yüksək enerjiya sahibdir. Kişi gəlir və bu şüursuz şəkildə baş verir. Kişi altdan başqa qadınlara baxmağa başlayır. Və bunu qadın da hiss eləyir əslində. Bu, onun enerjisinin yanında, onun özgüvəninin yanında o özü də hiss etmədən əzilir. Daşıya bilmir və özünü sübut etmə hissi instinkt olaraq işə düşür. Başqa qadınlara baxmağa başlayır ki, bu qadın da ona qısqanmış olsun və bu şəkildə özgüvəni qalxsın. Çox maraqlıdır bu. Maraqlıdır. Bu elə xırda detallar, nüanslardır ki, bunu mən oturanda görürəm, hamını izləyirəm və bu da genetik gəlir. Burada bir məqam da var da, xanımın həmin kişini seçməyində də mən düşünürəm ki, bir hardasa altda bir travma yatır. Qadın niyə gedib özünə uyğun olmayan zəif kişi seçir? Baxın, minusla, mənfi ilə mənfi, müsbətlə müsbət bir yerdə ola bilməz. Bugünün ən böyük problemi hamı ideal axtarır. Mən müsbətəmsə o müsbət olmalı. Mən uyğun deyirəm. Batareyka belə, enerji, hər şey mənfi müsbət işləyir də, bildiyiniz kimi. Saatdır, pultdur, nədirsə. Həyatın sistemi, təbiətin bir qaydası var. Mənfi müsbətlə, müsbət mənfi ilə evlənməlidir münasibət. Biri-birini öyrətməlidirlər. İnkişaf bu şəkildə başlayır. Yəni qadın məsələn güclüdür, kişi zəifdir. Kişi pul qazanan olmalıdır. Kişi güclü qadın seçməlidir, qürurlu qadın seçməlidir. Bayaq dedim, nigahından soğan sarı, yox dedim, qürurundan soğan sarımsağı iyi gələcək. Söz belə idi əslində. Sən o qadının qürurunu aşağılayırsansa, təhqir edirsən, şiddət göstərirsən, mənə tabe olmalıdır, sındırırsan, nə bilim, hər bir mübahisədə ailə böhranları var. Hər bir böhranda sən onu əzirsənsə, uşağının yanında özünü yaxşı göstərmək, onu aşağı, heç bir zaman sən demək ki, mənfisən və onu mənfi elədin. Və onun barı olmayacaq. Və biz ona görə 70 il inkişaf etmiş ölkələrdən, Amerikadan və yaxud da Norvegiyadan, İsveçrədən biz düşüncə baxımından geriyik. Hə, texnologiya bizə gələ bilər. iPhone-dur, telefondur, nə bilim, dəbdir. Düşüncə, təfəkkürdən biz hətta bəzi ölkələrdən bir əsr geriyik. Ən belə gözəl halda 70 il geriyik. İndi biz də ona görə müzakirə edirik ki, bunun çarəsini tapaq ən azından. Güclü qadınla evlənmək, ağıllı qadınla, qürurlu qadınla evlənmək lazımdır. Savadlı, təhsilli demirəm, diplom hamıda var. 15 diplomu ola bilər insanın, amma gəl ki, təfəkkürü, dünyaya baxışı sıfırdır. Az əvvəl intim yaxınlıqla bağlı bir toxundunuz o mövzuya. Düşünürəm ki, cəmiyyətimizdə ikiyüzlüklər ən çox da bu intim yaxınlıqlarda gizlənir. Misal üçün, cütlüklər evlidirlər, amma intim yaxınlıq yaşamırlar, amma davam edirlər buna. Bu münasibət sayılırmı ümumiyyətlə? Cinsi tərəfdən fiziki təmas təbii ki, bir ailə üçün, bir nigah üçün çox önəmli bir məsələdir. Bir şey ki, insanlar evlənirlərsə və artıq həyatları toy gecəsindən başlayırsa, demək ki, bu insanlar üçün çox önəmli bir məsələdir. Deyə bilərlər yenə də əvvəllə müqayisə edəcəklər ki, əvvəllər belə şeylər danışılmırdı. Danışılmırdı, ona görə biz geri qalmışıq da. Qulaq eşitdikcə düşüncə başlayır, analiz başlayır və nə qədər əvvəllər hamiləlik sözünə belə ayıb bilirdilərsə, bugün
təbiətin bir qanunudur da. Buna niyə görə üzr istəmək lazımdır? Əvvəl həyat yoldaşımdır deyib üzr istəyirlərsə, bu özü də bir alçaltmaq deməkdir də. Əzizim, təbiətin qanununa görə, Allahın icazəsinə görə sən evlənmirsən. Sən niyə bu hərəkətvə görə üzr istəyirsən? Və danışılmır da, inkişaf da o tərəfdən də biz geri qalmışıq və ona görə bir cinsi acılıq gəlib cinsi azlığa çevrilir. Niyə azlığa çevrilir? Danışıldıqca oyanmağa başlayır və insan oyandıqca onu hiss etmək, sınamaq, təcrübə etməyə başlayır və bu çoxalmağa başlayır. Hamısı da o, hamısı inkişafdır. Hamısı olmalıdır. İnsan hər şeyi sınaya-sınaya təcrübədən keçə-keçə nəhayət sonunda özünə dönüş edəcək. Çox gözəl yanaşmadır, müsbət yanaşır. Bəli, hər şeyin sonu əvvələ dönüşdür, özünə qayıdacaq. Və bu səbəbdən bu çox önəmli bir məsələdir. Bugün artıq əvvəllər internet yox idi. Bugün insan hər şeyi açır, görür də frekanslar, enerji, dəbdədə artıq bu sözlər insanın ola bilər, sevə bilər bir-birlərini, amma vücud balansı yoxdur. Əgər enerji üst-üstə gəlmirsə, anlamırsa öz partnyorunu, qadınını kəşf etməlidir kişi. Kişilərdə sistem eyni işləyir, fiziki təmas cinsiyyət tərəfdən. Demək olar ki, 95%, 90% eynidir. Qadınlarda tamamilə fərqlidir bu sistem. Tam fərqli, hər bir qadında tamam fərqlidir. Və kişi qadını evlilik müddətində hissə-hissə, pillə-pillə fəhd etməlidir ki, mənim qadınım ac qalmalı deyil. Ac qalmaq yalnız evə ərzaq aldım, soyuducunu doldurdum, nə bilim, geyimə, pula deyil. Bir qadının cinsiyyətə ac olmağından pis bir şey yoxdur. Onun gözlərindən bəllidir. Mən bunu seanslarda bilirəm. İndi bugün yaxşı ki, belə deyək də, psixologiya inkişaf edir və insanlar müraciət edirlər və qadınlar artıq etiraf etməyə başlayırlar. Əvvəllər ayıb bilinirdi də, etiraf edə bilmirdilər və deyirlər, belə bir problem yox idi. Var idi. Sadəcə qorxurdular danışmağa, etiraf etməyə qorxurdular. Sadəcə deyilmirdi deyə yox idi. Və bütün nəsil olaraq Azərbaycan xalqı, mən sonda bir qərar verdim, başa düşdüm. Bu obsessiv-kompulsiv pozuntu ilə gələn insanlar, biz xalq olaraq obsessiv-kompulsiv pozuntu sindromu ilə yetişən bir xalqıq. Yəni, bu dəyişən bir şey deyil. Buna görə yeni nəsil tamamilə fərqli bir təhsil sistemi olmalıdır ki, o təfəkkür yerli, dibli dəyişsin. Biz hamımız, niyə? Çünki qadınların bir çox halda cinsiyyət tərəfdən ehtiyacları təmin olunmadığına görə bu onların davranışında, tərbiyəsində keçib uşaqlara və belə bir nəsil yarana obsessiv-kompulsiv pozuntu nəsli yetişib. Yəni Azərbaycan xalqı bu zəncirvari davam edir. Bu sindromla, bəli, genetik olaraq davam edir. Qadın da öz cinsi istəklərini dilə gətirə bilmir, Samir xanım. Və bugün gəlirlər, dilə gətirirlər. Məsələ burasındadır. Kişiyə qarşı dilə gətirə bilir. Bəli, kişiyə qarşı dilə gətirdikdə. Kişi gətirə bilir, amma qadın yox. Kişi o qadını evləndirsə, sırf ana rolunda görür, uşaqlarımın anası müqəddəsləşdirir bir çox halda. Və hətta qadın ona artıq təklif etdikdə belə deyir, sənə yaraşdırmıram, bu nədir sən məndən istəyirsən? Sonra zaman keçir, qadın telefonu açır, orada elə bir şeylər görür ki, az qalır infarkt alsın, həkim falan gəlir ki, illərlə mənə aşılayan ki, ayıb olsun sənə, bu nə əxlaqsız hərəkətlərdir falandır, sən mənə təklif edirsən. Mən açıram, nələr görürəm. Başqalarıyla bunu edir. Başqalarıyla, hərçənd ki, ən böyük problemimiz budur. Bəli. Yəni, sən bunu yoldaşınla kəşf etməlisən, etməlisən və sənin yoldaşın da ac qalmalı deyil. Ən təhlükəli qadın, ən problemli qadın demək olar ki, cinsi ac olan qadındır. Buna biraz da kişilər tərəfdən yanaşsaq, qadın evlilikdə kişini hansı hərəkətləri ilə, dediyi sözlərlə soyuda bilər özündən? Bu da baş verə bilərmi? Hər iki tərəfli baş verir. Başa düşürsünüz, burada heç vaxt ailələr, o boşanmalar bir tərəfli nadir hallarda olur. Həmişə hər iki tərəfin problemi, hər iki tərəf. Və məsələ burasındadır ki, ailədən gözlənti fərqlidir. İnsanların evlilikdən gözləntisi fərqlidir. İki tərəfində yəni. Hə, bəli, insanlar başqa cür düşünürlər evliliyi də. Yəni sevgini belə başqa cür başa düşürlər. Mənə həmişə belə təəccübləndirir. Ailə nə deməkdir? Yəni sənin böhranların olacaq.
Sən bir evlənirsən, sən bayaqdan tək yaşayırdın. Gözlərin Ac qalırdın, yanlışdır, işsiz qalırsan, çöküşlərin olur, nə olursa sən tək başına bunu irəliləyirsən, gedirsən. Amma ailə o deməkdir ki, artıq sən hər iki tərəf üzərimə məsuliyyət görürəm və üstəlik ondan qarşı tərəfdən olan övladlarımın da məsuliyyətini üzərinə götürürəm. Həmişə bunu deyirəm. Bir ömür boyu narahat olacağam, hamıya görə, ailəmə görə. Amma bu narahatlıqdan məmnun olacağam. Və bu da gəlir seçim deməkdir. Bu sevgi nədir? Ailə nədir? Bu bir seçimdir. Sən hər gün eyni bir şeylə oyanmağa və hər gün bütün ömrünü bir nəfərlə davam etməyə seçim edirsən, qərar edirsən. Seçimi doğrudan da sən verdiyini düşünsən, onun məsuliyyətini öz üstünə götürsən, bəli, o zaman sizin kimi yanaşmaq olar. Amma axı bunu ətraflı düşünmürlər. Başqa cür düşünürlər. Ailəyə bilirsiniz necə baxarlar? Gedəcəm, birinci cəmiyyətə sübut elədim. Eynən. Bala ayım olacaq, mənim əlim bala batacaq. Xeyr əzizim, sən gedirsən, artıq bayaqdan egoist idin, özün üçün yaşayırdın. Əgər təbii ki, cəmiyyətə xidmət edəcək bir işlərin yoxdursa, ailə qurursansa, sən artıq cəmiyyət üçün ortaya bir şəxsiyyət gətirirsən və ər-arvad olaraq birinci özünüzü yetişdirirsiniz, sonra övladı yetişdirirsiniz və sizin bu verdiyiniz qərar ölkənin gələcəyi deməkdir. Və bu şəkildə düşünmək lazımdır ki, biz ölkəni gələcəyə aparaq bir şeylər etməliyik. Ya ər-arvad olaraq xidmət edirik, indi kimisə uşaq istəmir və yaxud bu da bir qərardır, ola bilər, seçimdir. Ki, kimsə istəmir, normaldır. Bunu da ayıplayırlar. Burada, məsələn, bir insan evlənmirsə və yaxud da uşaq dünyaya gətirmək istəmirsə, yazıq kimi baxırlar. Ay, sağ olun, bayaq ağır ayağı var, sonsuz kimi yanaşırlar. Gülüncdür. Bu deməkdir ki, bizim təfəkkürümüz çox geridir. Bəli, çox təəssüf ki. Yəni bir insan qərar verə bilər ki, mənim uşağım istəmirəm olsun. Bu onun üçün o qədər məsuliyyətli gəlir ki, hazır deyil. Uzadır, sonunda məlum olur ki, o heç vaxt hazır olmayıb buna. Bunu hörmətlə yanaşmaq, insanlara lazım deyil orada daşlamaq. Yəni bu normaldır da. Bunu normal qəbul etmək. Təbii ki, insan öz daxili ilə əslində əlbəttə ki, bir var gedib hazır olmaya bir uşağı travmalı dünyaya gətirəcək, normal ana olmayacaq, normal ata olmayacaq. Bugün hamı anadırmı? Bugün hamı atadırmı? Məsələn, sosial şəbəkədə dünən qarşıma çıxdı. Düz indi filosof falan qeyd edirlər, danışır ki, ataya mütləq şəkildə valideynə təşəkkür etmək lazımdır. Mütləq çox sağ ol demək lazımdır. Hər nə olursa olsun, o sənə ayaqqabı alır, o sənə geyim alır. Bu borcudur ya, almalıdır. Yəni də sən dünyaya gətirmisən, amma hamı anadırmı? Hamı atadırmı? Bilirsiniz, danışırlar, mənə maraqlı gələn odur, professorlar, alimlər, filosoflar və hamıya bunu aid edirlər. Xeyr, mən ana tanıyıram ki, çox üzr istəyirəm, yeznəsinə gözü düşür. Nişan gəlir, həri gəlir qıza, istəmir ərə getsin qızı ona. Və yaxud da həmən o nişanlını istəyir böyük qızına. Ümumiyyətlə sevmir ikinci qızını. Çox maraqlı. Bu da həqiqətən ola bilər ikinci qız yoldaşı ilə problem olan vaxtda dünyaya gəlib. Artıq yoldaşını sevməyib, daha çox mübahisə olub, bu hamiləliyi istəməyib falan və bütün negativi ötürüb uşağa. Bütün valideynlər valideyn deyil və bunu danışanda diqqətli olmalıdırlar. Çünki bəzi insanlar var, hamı eyni düşünmür. Biz danışanda düşünə bilərik ki, hamı bizim kimi düşünür. Yox. Yox deməyi bacarmayan insanlar var. Bəzi məsələn övladlar var ki, ailə içində yeni sərhəd qoymağa başlayır, özünü bir yerlərə gətirməyə başlayır və bu kimi müsahibələr, üzr istəyirəm, təsir edə bilər. Özündə vicdan oyana bilər, özünə belə deyək də günahlandırma vicdanı oyana bilər. Bəlkə mən valideynimə qarşı səhv edirəm, amma səhv olan valideynlər də var. Təbii ki. Əlbəttə ki, valideyn səhvləri olacaq. Valideyn də ilk dəfə valideyn olur. Amma bir də var ki, bayaq qeyd elədiyim kimi, hamı valideyndirmi? Çox maraqlı gəldi mənə. Siz dediniz ki, yeznəsinə gözü düşən ana. Olub heç belə pasiyentiniz ki, gəlib deyib ki, məsələn, yeznəmə gözüm düşüb və yaxud da bunu necə həll edə bilərəm? İnanmıram, amma bəlkə də. Bilirsiniz, mən artıq 7 ildir də bu sahədə çalışıram və çox şeylər var. İnanılmaz. Hələ məsələn bəzi verilişlərdə danışdığımı abardırlar, deyirlər ki, ay bu psixoloq nə bilim belə danışır. Elə məsələlər var ki, mən danışsam
ümumiyyətlə şok yaşayarlar ki, yəni bizim ölkəmizdə belə hal baş verir. Danışın da Samira xanım, bilək də qoy bilsinlər. Siz təbii ki, anonimlik qorunulur. Bəzən deyirlər ki, siz insanların həyat hekayələri. Mən danışanda mən demirəm filan kəsdir, yaşdır filan. Onsa filmlər belə olur, kitablar bu şəkildə yazılır. Hər kəs kiminsə həyatını götürür, adını şərti olaraq danışır. Olur, əlbəttə ki, geznələr gəlib danışırlar özləri. Nəinki qaynana, gəlir deyir ki, baldızı ilə, nə bilim, xalası qızı, bibisi qızı ilə qohum münasibətlər, çox şeylər var. Yəni oğlan gəlir deyir ki, qaynanamın mənə gözü düşüb, məni narahat eləyir. Narahat eləmir, münasibətləri var konkret olaraq. Hətta. Bəli. Bəs sizin yanınıza niyə gəlir? İndi yoldaşı ilə bağlı, yoldaşı boşanmaq istəyir, bir şeylər hiss eləyir, nəsə, boşanmaq istəyir. Və söhbət əsnasında məlum olur ki, başqa şeylər də açılır. Bəli, əvvəlcədən demir sizə, amma siz onu açmısınız. Təbii ki, yavaş-yavaş açılır və yaxud da elə bir insan olur ki, şüurunun altında çox dərin bir travması yatır və həyat yoldaşı tərəfdən, qadın tərəfdən demək olar ki, nə qədər qadın varsa nəslində, qadın tərəfdən hamısına münasibəti olub. Və son olaraq bir o artıq nəzərində tutduğu bir qadın var, ona da çıxmalıdır, belə deyək, xala nəvəsi, bibi qız, nəsildə adam qalmayıb da, belə deyək, münasibəti olmasın. Və mənim üçün əslində çox maraqlı bir fiqur idi, obraz idi. Siz deyirsiniz ki, bu onun travmalarına irəli gəlir. Mən tapdım. Mən onu 5-ci seansda tapdım. Uzun illər oldu keçib oradan artıq. Onun özünə də maraqlı idi və boşanma prosesi gedirdi. Tapdım. 25 il öncə həyatımda bir hal baş vermişdi. Məhz həyat yoldaşı hələ evli deyildilər də və onun orada bir şübhə toxumu oyanmışdı. Yoldaşına qarşı. Evli deyildilər xanıma hələ. Qarşı. Hə, xanıma qarşı bir şübhə toxumu oyanmışdı. Bu çox dərin bir analiz olmuşdu məndə. Mən sonra tapanda, ona deyəndə o özü şokda qaldı. Şokda qaldı, sonra etiraf elədi ki, elə odur. Amma yəni, mən dedi bunu unutmuşdum. Yəni tamam unutmuşdum da. Bilirsiniz necə aparılır seans? İllah uşaqlığa getməyə ehtiyac yoxdur. Bütün travmalar uşaqlıqdan gəlmir ki. Böyük vaxtda yaşanılan travmalar var. Biraz da dərinə geçsək, mən deyəcəm travma deyən bir şey yoxdur əslində. Duyğularda ilişib qalmaq var. Yəni travmanın da artıq o qədər adı çəkilib ki, yox, əslində psixoloji zədələr deyilir də buna. Yoxdur əslində. Nə yoxdur? Psixoloji zədə deyilən bir şey yoxdur. Necə yəni? Yoxdur. Yəni bilirsiniz necədir? Hə, oxuya-oxuya gəlirsən və bu sahə elə bir sahədir ki, bitdi deyə bir şey yoxdur da, həmişə davam edirsən. Çünki insanı öyrənirsən. Və sonda elə bir nəticəyə gəlirsən ki, sən demə psixoloji zədə, travma deyə bir şey yoxdur. Bəs niyə biz bəzi qərarları, seçimləri veririk? Duyğularda vəziyyətin sənin istədiyin kimi getməməsi var və bu vəziyyət sənin istədiyin kimi getmədikdə sən nə vaxtsa hansısa bir neqativ hiss yaşamısan, əslində duyğu deyə bir söz yoxdur da, elmdə düşüncə var da. Düşünürsən və sənin düşündüyün bədənə reaksiya verilir. Buna deyilir duyğu. O düşüncədə ilişib qalmaq var ki, o dediyim obsessiv-kompulsiv pozuntu kimi sən oradan çıxa bilmirsən. Və sən oradan çıxa bilmirsənsə əgər, hər dəfə həyatında çöküş baş verəndə səni ora vurursa, demək ki, sən inkişaf etmirsən yetəri qədər. Ola bilər sən hədəfdən inkişaf edirsən, təfəkkürün qalıb amma. Düşüncə də dəyişməlidir. İnsan fizik də olaraq dəyişməlidir, işləməlidir bədəndən. Fizik, şuur, ruh üçü bir arada işlənməlidir. Bu üçü bir arada işlənmədikdə, biri işləndikdə, ikisi qalanda sənin illər ərzində yaşadığın həyat mərhələsində oralara gedib toxunuşların olacaq. Və heç bir düşüncə, heç bir yaşanılan heç nə silinmir. Yalandır, bugünkü gün deyirlər, ay şuur adlı kodları silirik, ay nə bilim, neynirik, kodlaşdırırıq falan. Yoxdur belə bir şey. Hipnoz vasitəsilə dünyada ən tanınmış 3 hipnozçu var. Hər hansısa bir həyatında baş verən çox ağır bir travmanı unutdura bilər ki, insan onu yada salmaya bilər. Onu da sonra analiz ediblər, görüblər ki, insan həmişə depressivdir. Bilmir niyəsə. Çünki sənin yaşadıkların səni sən edir. Hər şey. Və sanki onun həyatından, onun kimliyinin bir parçası oğurlanıb kimi.
boşluq yaşayır, bilmir səbəbini. Ona görə də depressiya Həmişə depressiv olur insan və tamam hər şey var, amma deyir sanki nəsə çatmır. Çünki bütün yaşanılanlar, hər şey bizi edir. Kimsə edir. Münasibətlər təkcə kişi-qadın arasında olmur ki, insanın özünün özünlə münasibəti də bir münasibətdir. Təbii ki, evlənməmişdən qabaq insan birinci özü ilə evlənməyi öyrənməlidir. Bəli. Sən bir özünlə evlən, sən bir özünü tanı, özünlə barış et. Özünü sevə bilməyən insan, hörmət edə bilməyən, dəyər verməyən heç bir zaman həyatında kiməsə onu edə bilmir. Bir tamaşaçı sualı var, özünü sevməkdən danışdınız, o sualı verim sizə. İnsan özünü sevməlidirsə, bəs mən özümə başqasının zövqünə uyğunlaşdırmışamsa bu sevgi sayılır? Xeyr, sevgini çox cılızlaşdırıblar. Ümumiyyətlə insanlar sevgi nədir bilmir. Bunu bir mənalı şəkildə qoy deyim sizə. İnsanlar arasında olan münasibət bir-birləri yanındakı öz vəziyyətlərini sevirlər. Ruhlarının ehtiyac duyduğu tamamlanmaq istəyir. Dedim, mənfi, müsbət, müsbət, mənfi və bir zamanlar bir şeylər yaşanılıb. Oralarda ehtiyac duyduğu bir sevgi adını verir ki, o deyil. Məmnunluq hissi yaşayır və buna görə tamamlanır güya. Sevgi başqa bir şeydir. Sevgi insanı olduğu kimi qəbullanmaqdır. Uyğunlaşmaq məsələsi dəyişmək. Hə, yaxşıya doğru ola bilər. Siz qəbul edə bilirsiniz insanları olduğu kimi? Biz hamımız qəbul edirik. Eləyə bilmirik. Yox, Səmrə xanım. biz hamımız qəbul edirik. Biz özümüz heç olduğumuz kimi qəbul edə bilmirik. Siz edə bilmirsinizsə, bu sizin probleminiz sayılır. Mən düşünürəm belə, yəni biz qəbul edirik. Biz yalandır. Biz qəbul edirik və yaxud da qəbul etmiş kimi göstəririk, uyğunlaşırıq, məcbur ediriksə. Hər kəs bir-birini dəyişməyə çalışır. Allah belədir. Razı deyilsiniz bu fikirlə? Kişi qadını, qadın kişini, ana balanı, bala ananı. Biz ümumiyyətlə yalanın içində yaşayırıq. Onda belə deyək də. Mənim Ağqan romanımda həqiqət kimi gördüklərim və bildiklərim həqiqi yalanlar əsəridir. Belə bir başlıqla başlayır. Mən bunu artıq illər öncə başa düşmüşdüm, 33-lərdə falan. Ümumiyyətlə hər şey yalandır. Onda belə gəlsə, hər bir şey. Valideyn öz düşüncəsini qoyur uşağa. Yəni hər kəsin özünün düşüncəsi doldurur, var, proqram yükləyir. Cəmiyyət başqa bir proqram yükləyir, təhsil başqa bir proqram yükləyir. İnsan özünü tanımağı bu illər çəkəcək. Əvvəllər bu 40 yaşda oyanışlar başlayırdısa, bu gün ehtimal var ki, başqa ölkələrə nisbətən bizdə gecikirik axı. Mən keçən səfər bir tanış xanım deyir ki, elə bir dünyada bir oyanış dönəmi keçirdə enerji. Deyirəm, dünyada yox, bizim ölkədə. Dünya çoxdan, təbii ki, bizdən çox geri qalmış ölkələr var, naşükürlük eləməyək. Mən bir çox müsbət tərəfləri var ki, çox razıyam ki, nə gözəl, bu heç olmasa bu var. Təfəkkür baxımından, hər kəs bir proqram bizə yükləyir. Bəs o zaman sən özünü nə zaman tanıyacaqsan? Biz hamımız 200'lüyük. Biz 200'lü yox, çox üzlüyük. Bəli. Sırf oyanmış insan hansı yaşda baş verəcəksə bilmirik. Əvvəllər qeyd elədiyim kimi 40 yaşlar idisə, o Məhəmməd Peyğəmbəri falan da deyirlər, vurğulayırlar 40 yaş. Yox, bugünkü gün o artıq düşüb rəqəm. 33, 30 informasiya çoxdur. Baxın nə qədər axtarış. Hətta mən 25 yaşında oyanmış bir insanla söhbət edirdim ki, belə deyək, ağzım açığa qalmışdı. Dünyanı gəzib artıq. Bugün informasiya çoxdur və inkişaf etmək, özünü tanımaq sürətlənib. Bəli, sürətlənibdir. Ona görə özünü tanıyan insan, yeganə insan, oyanmış insandır ki, artıq hamı ilə eynidir. Bir üzə sahibdir. Olduğu kimidir. Heç kimsəni dəyişmək istəmir. Heç kimsəyə görə də dəyişmir. Ya istərdim belə olmaq. Və çünki özünü daxilən, özünü dəyişdirir axı. İnsan illərlə eyni fikirdə qalırsa bu yanlışdır. Demək ki, cahildir. İnkişaf yoxdur da. İnkişaf, sən əgər 5 il öncə düşüncən dəyişməyibsə,
sən cahilsən, sən ki inkişafdan Səmir xanım, istəyirəm qalmısan. keçə biraz da sizin şəxsi yolunuza, cəsarətinizə, romanınızdan danışdınız. Deməli, romanınızda din və qadın azadlığı barədə fikirlər səsləndirmisiniz, qələmə almısınız və bu tənqidlərə məruz qaldı. Hətta mən bildiyim qədərilə kitab mağazasında kitabınızın satışı qadağan edildi və oxucular tərəfindən də tənqid olundu bu fikirlər. Bu romanı. Bəli. Hə. Nə düşünürsüz bu barədə? Fikrinizi bilmək Mən kitabı yazmağa başlayanda birinci hissəsi Ağqan idi. Mən bir düşünmürdüm ki, trilogiya alınacaq. Və kitabı yaza-yaza ortasına çatanda mən başa düşdüm ki, kitab davamı gələcək. Bu romanım çox süjetli bir romandır. Fəlsəfi, psixoloji, orada bütün mövzulara toxunmuşam. Ələlxüsus din mövzusuna da toxunmuşam. Və qeyd eləmişəm ki, din dünyavi olaraq obsessiv kompulsiv pozuntu və Sinan bəy professor Türkiyədə çox gözəl bir söz istifadə etmişdi. Bu boyda yaradan və yaradılışı bir tək gətirib dinə yerləşdirmək özü bir cahillikdir, geri qalmışlıq deməkdir. Və mən orada çox məqamlar var ki, suallar verirəm, hansı ki insanı oyadan suallardır və bəlkə əsrlərlə, illərlə insanlar özləri çəkiniblər özlərinə belə bir sual verməyə, yaradanla bağlı, dinlə bağlı. Yəni sadəcə olaraq sualdır və təhlildir. Və bu süjetə toxunmaq özü cəsarət tələb edirdi ki, dediyim kimi insanların özlərinə etiraf edə bilmədiyi, qorxduqları suallar orada var. Satılır. Üçüncü hissə lap partlayış olacaq ki, mən orada bir də tam fərqli yerlərə də gedirəm. Məsələ burasındadır ki, kitabı həm öz fikirlərimdən də əlavə mən mənbələri araşdırmışam illərlə. Orada mənbələrdən də gətirirəm də. Ayələr, Qurandan ayələr gətirirəm. Misal olaraq qadınlarla bağlı bəli toxunmuşam. Sual vermişəm orada nəyə görə Məhəmməd Peyğəmbərin ətrafında bu qədər qadın olmalı idi? Bunun bir cavabı olmalıdır. Məhəmməd Peyğəmbər sözünün mənası dərin bilən deməkdir də. Və dərin bilən insan hər halda qadınlarla bağlı bir şey bilirdi. Və mən sonra bunun çox araşdırmasına gedəndə həqiqətən tapdım onun səbəbini. Üçüncü kitab Oyanışdır artıq adı. Oyanış Modomo. Və çox maraqlı olur. Sən bir yola çıxırsan və sənin qarşından belə bir cığırlar açılmağa başlayır. Çox maraqlı mistik yuxular, mesajlar, hər şey başladı. Və mən başa düşdüm ki, mən bu kitabın artıq üçüncü hissəsini də yazmalıyam. Bəs bu qədər tənqidə məruz qalmağınız sizdə necə bir hiss oyatdı? Yəni heç bir hiss oyatmır. Kitabları yazarkən daha biraz ehtiyatlı olacaqsınız yoxsa daha az? Xeyr, əksinə daha çox açılacağam. Mən düşünürəm ki, artıq zamandır. O qədər çərçivələr, insan həqiqətən özünü tanımaq istəyirsə, yaradılışın, yaradanın nə olduğunu, kim olduğunu dərindən bilmək istəyirsə, çərçivələrdən çıxmalıdır. Və bizim beynimizdə o qədər çərçivələr var ki, ələlxüsus din tərəfdən, bu radikal dindarlar tərəfdən tez baskı eləyirlər, icazə vermirlər və geri salan da zaten budur. Bu səbəbdən o çərçivələri yavaş-yavaş, məsələn, mən çox müsbət şərhlər alıram, mənim oxucularım yazırlar ki, sanki bəsirət gözüm açılır, sanki yəni neyronlarım oyanmağa başlayır. Təbii ki, hamıda eyni neyron sayına sahibdir də bütün insanlar. Hər kəsin içində peyğəmbərlik səviyyəsi var. Sadəcə onu oyatmaq lazımdır. Oyatmaq üçün düzgün şəkildə suallar qoymaq lazımdır və düzgün şəkildə cavablamaq lazımdır. Yəni insanlar əgər doğru sual verib doğru cavabları alsalar, bugünkü gündə də peyğəmbər ola bilərlər. Sual çox şeydir. Mənim məktəbdə Gülmaya müəlliməm, Allah uzun ömür, can sağlığı versin, həmişə ədəbiyyat dərsində bizə bir şey öyrədirdi. Deyirdi ki, oxuduğumuz mövzuda həmişə qaldırırdı bizi bir-bir. Deyirdi ki, əsərin içindən kənar özünüzün düşündüyünüz sual olmalıdır. Düzgün qoyulmuş sual bir çox cavabların açarını verir. Çox cavablı və bu yaradılışla bağlıdır, ezoterika ilə bağlı, təbiətlə, kainatla. İnsan həqiqətən doğru bir sual qoysa, neyronun hər biri bir kitabxana deməkdir. Amma yenə də peyğəmbərlə müqayisə nə dərəcədə sizcə cəmiyyətimizdə görürsünüz, sizdə də çərçivə var. Qarşılana bilər. Yəni biraz da onlar tərəfdən baxın. Xeyr, çərçivələr var. Çərçivələri yığışdırsaz, sizin beyninizdəki 80 milyarda yaxın neyron Məhəmməd peyğəmbərin də beynində olan neyrondur. Yenə deyirəm, peyğəmbər sözü dərin bilən deməkdir. Dərin necə bilir?
öyrənə-öyrənə o vaxt ticarətlə məşğul olubdu, gedib də məclisləri olub, Yevreylər, Yəhudilərdir filan, başqa-başqa millət. Bunlar hamısı dünya görüşünü getdikcə artırır, gəzdikcə, məlumatlar topladıqca və sənin hər dəfə bir neyronun açılır. Bir neyron bir kitabxana deməkdir də. Çox cəsarətlisiniz Samira xanım. Təsəvvür edin ki, hər dəfə sən artıq özünə başlayırsan fəlsəfi suallarla çıxmağa bir yola. O deməkdir ki, sən beynindəki çərçivələri artıq qırmağa başlayırsan. Həmin vaxtda din yox idi ki, düzdür? Bəli. 124 min peyğəmbər nə deməkdir? Sonda Məhəmməd peyğəmbərlə nöqtəni qoyublar və bugünkü gün biz baxsaq Steve Jobsdan tutmuş kəşflər də Einstein, Elon Musk. Bunlar peyğəmbərdir demək istəyirsiniz? Demək istəmirsiniz. Dərin biləndirsə mənası, adam nələr edir də, belə deyək ki, gələcəyin adamı deyirlər də. Sadəcə çox qəribəsi odur ki, əsrlər öncə 7-ci, 8-ci, 5-ci əsrlərdə heç bir şahidi deyir, bir şey sübut etmək istəyirsənsə 4 şahidin olmalıdır. Amma 4 şahid olmadan hər kəs inanırdı bir insan dediyinə. Amma bugün bu qədər şeylər baş verir, heç kimin dili gəlmir desin ki, peyğəmbər. Peyğəmbər sözünü sadə dilə çevirin, dərin bilən. Görək bu necə qarşılanacaq sizin bu dedikləriniz? Prizmanı dəyişir, düşüncəni, aspekti dəyişirsiniz, olur bu yəni. Niyə İmna Qədin sözlərdən istifadə edib? Bugünkü budur. Dərin bilən. Sadəcə baxır hansı sualla hansı yola çıxırsan. Yaradılışla bağlı çıxacaqsan, oradan cavablar alacaqsan, neyronun oyanacaq. Elmlə bağlı, biliklə bağlı çıxacaqsansa, nəsə kəşf etmək üçün o da çıxacaq və bütün alimlər, bütün dünya bugün sübut ediblər, artıq hamı bilir ki, ideya hardan gəlir, kəşf hardan gəlir, cavab hardan gəlir? Kosmosdan. Bunu hamı, neyron, baxın, bizim davranışımız hormona, hormonlar neyronlara, neyronlar ulduzlara, ulduzlar kainata bağlıdır. Siz sırf din, yaradılışla bağlıya peyğəmbər deyə bilirsiniz, amma hansısa bir kəşf etmiş, nəyisə imza atmış, Steve Hopkins və ona deyə bilmirsiniz. Adlar fərqlidir, amma bir həqiqət eynidir demək istəyirsiniz. Dini düzgün təbliğ etmirlər. Din deyə bir şey yoxdur. Mən əvvəldən demişəm bunu. Daxili İşlər Nazirliyi kimi və əslində isə daxili intuisiya nəzəriyyəsi. Bu romanımda mən buna ad qoymuşam. Sənin daxili intuisiyanın nəzəriyyəsidir. Və bütün alimlərdə və Einstein də gözəl bir söz deyib ki, zəka yox, ağıl yox, intuisiya önəmlidir. Ən deyir, fakt olan, dəqiq olan intuisiyadır. Və zəka, ağıl intuisiyanın quludur. Başa düşürsünüz, bu kainatsal bir şeydir. Ona görə dini düzgün şəkildə təbliğ... Bu mövzular o qədər bitməyən mövzudur ki... Fəlsəfi. Mən özümə filosof hərdən deyəndə bəzilərinə gülməli gəlir. Çünki görüblər başqa mövzularla məni, yenə də deyirəm, aparıcıdan bir çox şey asılıdır. Siz nə sual verirsinizsə, siz artıq mənim neyronuma toxunursunuz və mənim cavablarımı oyadırsınız. Kim nə verirsə, deyir, nə tökərsən aşıva, o çıxar qarşılığına. Təşəkkür edirəm. Mən təşəkkürümü bildirirəm maraqlı suallar üçün. Çox sağ olun. Çox sağ olun gəldiyinizə görə. Təşəkkürlər. Bax belə, bugün 200-lüdə əsasən münasibətlərdəki gizli tərəfləri araşdırdıq və mənim qonağım psixoloq yazar Samira Bağırova idi. Unutmayın, münasibətlərdə hər zaman görünən və görünməyən tərəflər var. Bu barədə siz də fikirlərinizi rəylərdə yaza bilərsiniz. Məndən isə bugünlük bu qədər. Gələn görüşədək. Sağ olun.